Amma elə mənzil var ki, sən ora gedib çatandan sonra qayıda bilmirsən. Qayıda bilsəydin, çünki bir ananın bu həyatda ən çox sevdiyi, onu dünyaya gətirdiyi evlad ola bilər. Başqası ola bilməz. Və bir ana ancaq evladının səsinə qulaq verə bilər. Bugün mənim can dostum deyəcəm ona. Çünki 20 ildir adam mənim yanımdadır. Ən çox mənim yanımdadır. Yəni, nə evindən, eşiyindən çox, səhərdən axşama yanımdadır. Ona görə can dostum deyə bilirəm. Kərəmin anası, ölənlərinizə rəhmət. Kərəmin anası haqq dərgahına qovuşdu dünən. Çox bağlıydı. Mən ona görə deyirəm, Kərəm bugün ona nə qədər, biz Kərəmlə, hətta evlərində bilmirlər, bəlkə indi buradan sonra biləcəklər, səhər saatlarında qəbir üstə getmişdik. Məsələn, Kərəmin orada hönkürərək dur evə gedək deməsi və ona səsin gəlməməsi, bu deməkdir ki, həqiqətən bəzi yerlərdən dönüş yoxdur. Son mənzildir orası. Son mənzildən heç vaxt geri dönmürsən. Və mən Kərəmin anası ilə olan münasibətini əslində zaman-zaman hər kəsə arzulamışam ki, kaş ki bütün evladlarla valideynlər arasında olan bağ bu qədər ola. Kərəmin ilk sevgisi, Kərəmin son sevgisi, ilk sığınacağı, ilk doğru ünvanı, evə qaçma səbəbi, telefonu açma səbəbi, hamısı bizim Safura xalaydı. Və Safura xala mənim, bu itkəm də mənim böyük itkimdir. Birinci dostumun anasıdır, öz anam kimi sevirdim. İkinci mənim ən sadiq izləyicimidir. İlk dəfədir ki, o mənə qeyri-sadiqlik nümayiş elətdirir. Çünki 3 gün öncə can verir adam. Biz Kərəmlə, baxın, mən bəzi şeyləri bilirsiniz, efirdə danışıram. Biz Kərəmlə məzar üçün yer axtarırıq. Adam can verir, amma huş özündə. Adam gözünü açır, saata baxır və deyir ki, televizor açın, indi lalə başlayacaq. Yəni, bu qədər sadiq izləyici bitirmişəm. Allahdan qəni-qəni, rəhmət diləyirəm, qəni-qəni. Həyatdır. Kərəmə, canımın içinə bol səbir arzuluyuram. İnanıram ki, biz onunla birlikdə keçəcəyik bu çətin yolları da. Necə ki, bütün yaxşı və pis günləri bir yerdə olmuşuq. Mən ailəsinə, qızlarına, onu sevənlərə, elə qonşuları var ki, bütün günü nə vaxt getmişəm oradadılar. O qonşulara, o qohum əqrabaya, o nəvələrə, Kərəm başda olmaqla səbir arzuluyuram. Bir daha yeri cənnət olsun deyirəm Safura xala. Təəssüf ki, bugün bizi izləyə bilmirsən. Amma inanıram ki, ruhun hər zaman uca səmadan, uca yaradanın izni ilə bizi izləyəcək və sevinəcək. Çünki hələ sənin oğlunun yaxşı günləri qabaqdadır. Və soruşsan ki, bu həyata nə qoydum, getdim? Kərəm kimi sadiq dost qoydun, getdin. Yəni, o oğul üçün dəfələrlə sağ ol. 2 gün ölməmişdən bir 6-7 saat qabaq da biz görüşdük və elə Kərəmlə bağlı danışdıq. Nə istəmişdisə hamısını edəcəyik, inşallah. Allah rəhmət etsin bir daha. Bəzi insanlar yadlarına salıydı ki, o getmək var, geri dönmək yoxdur. Pislik eləməyəydilər heç. Amma elə insanlar var ki, Allaha qurban olmaya, Allah məsləhətidir. Mən həmişə demişəm, başımdan böyük danışa bilmərəm, Allah bilər. Amma eləsi var, elə gedəsidir. Bəli, amma getmir. Amma görürsən ki, elə ana gedir ki, valla mən hərdən öz anam mənə deyirdi ki, utanmırsan. Yəni, hamı evdən yemək, Xəzərin öz mətbəxi, gül kimi yeməkləri. Deyirdim ki, yox, mən Safura xalanın yeməyindən dadacam. O dadlı pişirir. Elə analar gedir ki, anam yana-yana qalır. Yeri gəlmişkən mən öz həmkarım Xoşqədəm Hidayət qızına da baş sağlığı Allah rəhmət eləsin. Çünki ard-arda itkidir. Atası dünyasını dəyişdi. Mən dünən